Qoz hər kəsin bildiyi kimi bir çox faydası olan quru çərəzdir. Qabığı isə təbii vitamin və mineral qaynağıdır. Yaddaş itkisindən tutmuş, ürək və damar xəstəliklərinə qədər bir çox dərdə şəfadır. Dəyərli izləyicilər, videoların analitikasına baxanda çox az adamın abunə olduğunu görürəm. Bizə dəstək olmaq üçün videoya abunə olub bildirimləri açmağı unutmayın. Tərkibində kalium, maqnium, yod, sink, dəmir, proteinlər, D vitamini kimi bir çox minerallar və vitaminlər çoxluq təşkil edir. Bu zəngin tərkibi sayəsində qoz qabığı min illərdir ki, xalq təbabətinin bir hissəsidir. Stresi idarə edərək azalmasına kömək edir. Beynin inkişafı və irəlidə yaranacaq yaddaş itirmə təhlükəsinə qarşı qoz qabığı çox faydalıdır. Şəkər xəstələri üçün əvəz olunmazdır. D vitamini çatışmamazlığından yaranan raxit xəstəliyi ilə mübarizə aparmaq məqsədilə 10-15 ədəd qoz qabığını qaynadıb suyunu içmək lazımdır. Qoz qabıqlarının tərkibindəki yod immuniteti gücləndirir, bir çox xəstəliklərdən qorunmaq üçün güclü antioksidantdır. Qəbizlik və həzm problemi olanlara da faydalıdır. Qozun quru qabığını çay kimi içmək, soyuq dəymə və öskürəyə müsbət təsir edir. Gündə 2 fincan quru və ya təzə qoz qabığından hazırlanmış dəmləmə, bağırsaqlarda olan qurdları tökmək üçün müalicəvi təsir göstərir. Bu müalicəvi suyla saçlarınızı yusanız, saç tökülmələrinin qarşısını ala bilərsiniz. Bu dəmləmə saçlarınızı kəpəkdən təmizləyəcək. Hər gün yumağa davam etsəniz, saçlardakı ağlar da azalmağa başlayacaq. Bunun üçün qoz qabıqlarını quru və ya yaş qaynayan suyun içərisinə atıb 10 dəqiqə qaynatdıqdan sonra istifadə etmək olar. Qoz qabığı suyunu ayaq və əl dırnaqlarına qulluq məqsədilə də istifadə edə bilərsiniz. Hətta qırılan dırnaqlara qoz qabığı suyu sürtülərsə, dırnaqlar güclənər, daha sağlam və tez uzanar. Qoz suyunun hazırlanması belədir. 5 və ya 6 ədəd qozu sındırmadan üzərində bir neçə dəlik açın. Daha sonra qozları 1 litr suyun içərisinə qoyaraq üzərinə 2 xörək qaşığı alma sirkəsi əlavə edib 15 dəqiqə qaynadın. Hazırlanan qarışımı səhər və axşam ac qarnına 1 stəkan içmək lazımdır. Gün ərzində bir neçə qoz da yemənizdə fayda var. Qoz qabığı suyunun faydasını görə bilmək üçün onu ən az 3 həftə davamlı olaraq içilməsi məsləhət görülür. Qoz qabığı ağızda pis qoxuya səbəb olan zərərvericiləri məhv edir. Damaqlarda qanaxmanın qarşısını alır. Ağız xoralarının stomatitin sağalmasını sürətləndirir. Bunun üçün qoz qabığından hazırlanan məhlulla ağız boşluğunu yaxalamaq da olar. Dişlərdə ərp örtüyünün və saralmanın əmələ gəlməsinə mane olur. Bunun üçün hazırlanan məhlulu diş fırçasının üstünə tökün və 15 dəqiqə saxlayın. Sonra 3-5 dəqiqə həmin fırça ilə dişlərinizi intensiv şəkildə fırçalayın. Yaxşı olar ki, prosesi gün ərzində bir neçə dəfə təkrarlayasınız. Gün keçdikcə dişlərinizin bəyazlaşmasının şahidi olacaqsınız. Qoz qabığının tərkibində kumarin var ki, bu da heç bir dərmanın köməyi olmadan qan təzyiqinin normallaşmasına kömək edir. Kəsiklər, cızıqlar, həşərat dişləmələri, ekzema kimi dermatoloji problemlər zamanı qoz qabığından hazırlanan məhlul müsbət təsir edir. Ginekoloji və sidik yolları xəstəlikləri zamanı bu məhlul daxilə qəbul edilməlidir. Həmçinin üyüdülmüş qoz qabığı skrab əleyhinə və antiselluloz vasitə kimi də istifadə edilir. Bu vasitəni evdə hazırlamaqla yanaşı, hazır şəkildə almaq da olar. Amma unutmaq olmaz ki, məhlulun hazırlanmasında alkoqollu maddədən istifadə olunur. Buna görə də istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək yaxşıdır. Bəs siz bu nemətdən istifadə etmisinizmi? Nəticəsini görmüsünüzmü? Rəylərdə yazın. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub bəyənməyi unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.